Aleykümselam ve rahmetullahi ve berekatuhu. Sual veren soruşur ki, biz Ramazan başlayanı Saudi'de olmuşuq, Ümrədə və ayın 18-dən başlamışıq orucu. İndi isə Azərbaycandayıq. Azərbaycanda da bayram 20-si təyin olubdur və Saudiya da 19-u olsa bayram, biz nə etməliyik? Saudiyanı bayram eləməliyik, yoxsa Azərbaycanı? Ümumiyyətcə, yəni qayda olaraq yadınızda saxlayın ki, gələcəkdə Allahın izni ilə belə şeylərlə rast gələndə bu qayda üzərində biləsiniz. Misal üçün, biz başlamışıq Azərbaycanla. Misal elə canlı misaldır. Hal-hazırda Saudiyadır, Məkkədəyik. Biz başlamışıq Azərbaycan olar. Bizdə də necə bilirsiniz ki, 19-u başlayıbdır oruçluq. Ramazan ayı 19-u giribdir. İndi biz Saudiyadır və burada da bayram 19-u olsa nə etməliyik? Yəni, bayram eləmirik bunlardan 20-sini denəmizdə və yaxud da sizin halınızda. Qayda belədir. Əgərlərin biz gəlmişik, misal üçün, bura, Saudiya, düzdürmü? Və bizim artıq orucumuz gəldi, tamamlandı 30 günlə. Amma Saudiya Arabistan olsun və yaxud siz buradan başlamışsınız, Azərbaycandasınız, ora olsun, bayram olur növbəti gündə. Siz artıq oruçdası olsanız, yəni sizin 31 gününüz olacaq. Bu halda nə edirsiniz? Bu halda oruç tutmuşsunuz və gözləyirsiniz bayramdakı cəmaatdan eləyirsiniz. Və yaxud da əksinə. Biz gəldik, biz misal üçün indi bayram burada 19 olası olsa, biz də ayın 19-u başlamışıq fevralda və bu halda da bizə bilirsiniz, fevralda 28-dən idi, 28 gündən idi. Bu halda bizim orucumuz olur 28 gün. Demək, hicri təqvimində nə 28 gün yoxdur ayın günləri, nə də ki 31 gün yoxdur. Deməli, biz nə edirik? Biz burada, yenə də dövlətdə, yəni olduğumuz ölkəyə tabi olub, onlarla bayram edirik. Baxmayaraq ki, bizim orucumuz 28 gün oldu. Onlarla bayram edirik. Sonra isə vətənə qayıdanda və bayramdan sonra və yaxud da bir gün qazanıb duruq. Çünki hicri təqvimi ən azı 29 gündür və ən çoxu da 30-dur. Siz də elə indi Azərbaycana qayıtmışsınız və siz əgərlərim 19-u da oruc olsanız, neçə gün olacaq sizdə? Saudiyanın da olduğunu, siz Saudiya ilə başlamışsınız. Ona görə ki, Saudiya Arabistanda idiniz oruçluq başlayanda. İndi isə Azərbaycanda deməli, Azərbaycanla bayram eləyəcəksiniz. Deməli, 19-u sizdə 30-cu gün olur. Siz heç müxalifçilik eləmirsiniz. 30 gün tamamlayırsınız və sonra isə artıq cəmaatdan 20-si bayram eləyirsiniz. Amma Saudiya Arabistanda olanlar isə Azərbaycanla başlayıb Saudiya Arabistanda olub, əgər işli şahiddir, bura 19-u bayram olası olsa, onlar yenə də bayram edirlər. Sonra isə bayramdan sonra bir gün qəza orucu tuturlar. Allah daha doğrusunu bilir.